Baxım görüm kaydımız çəkilmə düzgün formada. 2 saniyə. Mənim ekranı paylaşırsınız indi. Aha, ekranı paylaşıram indi hal-hazır üçün. Güzel, əla. 2 saniyə. Ekran gəldi mi ekrana? Bəli. Ay sağ ol. Mənim Aşağı. gəlmədi. Onda çıxın təzədən daxil olun. Aynen. Kiməsə gəlməsə, yəni Mən internet problemi var ya da çıxsın təzədən daxil olsun. Çıxıb təzədən daxil olanda əl işarəm gedir axay müəllimə. Eybi yoxdur müəllimə, siz çıxın təzədən daxil olun ki, görəsiniz də artıq, çünki başqa çarəniz yoxdur. Arxaya düşəcəm. Heç nə olmaz müəllimə, vallahi heç nə olmaz. Çıxın təzədən daxil olun ki, gecikməyəsiniz. Deməli müəllimlər, gəldik, keçdik birinci olaraq əqli hücuma. Əqli hücum iş üsulu, yeniliklər üzərində izah edəcəm burada. Və müəllimlər, qeyd edeyim ki, bu müəyyən bir nəzəriyyələrlə inteqrasiya olunub. Lakin biz sizin nəzəriyyələrinizi hələ keçmədiyimiz üçün, yəni inanın ki, nəzəriyyənin ən sadə versiyasından belə deyək də inteqrasiya olunub. Mən ona görə sizə nəzəriyyələrin sadəcə açar məqamlarını, bəzilərini deyəcəm ki, iş üsullarında bunları çox rahat şəkildə seçə biləsiniz və iş üsulunda olan dəyişiklik nəyin üzərindədir və necə bir inteqrasiyanın, belə deyək də, nəzəriyyə ilə inteqrasiyası necədir, buna baxacağıq. Və biz bilirsiniz ki, nəzəriyyələr psixologiya qismidir, lakin iş üsulları metodika qismidir və psixologiyanın, metodikanın necə bir inteqrasiyası olduğu, əslində kurikulumun tam bütöv bölünməz olduğunun bir daha sübutudur. Və baxaq. Əqli hücumun bildiyiniz kimi əsas açar sözü budur ki, ideyalar toplanır və əsasən məşğələnin motivasiya mərhələsində tətbiq olunur. Və əqli hücum uşaqların beyin həmləsi də deyilir, beyin fırtınası da, beyin qasırğası da deyilir. Müəllimə hər hansısa bir sual ünvanlayır və uşaqlar sadəcə olaraq beyinlərindən keçən, təxəyyüllərində canlandırılan, beyinlərinə gələn ilk siqnallar nədirsə, ideyalar nədirsə, onu səsləndirirlər. Və müəllimənin burada özən göstərdiyi məsələ odur ki, hamının fikrini bir mənalı şəkildə qəbul edir, tənqid etmir, irad tutmur, səhvdir demir. Yəni, əqli hücumunun ən çox qəbulda bizə verilə biləcək tipik yanlışları nə ola bilər? Müəllimənin verilən cavabları dəyərləndirməsi, təhlil etməsi, tənqid etməsi. Bunlar yanlış cavabdır. Müəllimə bütün versiyaları tənqidsiz sadəcə qəbul edir. Bütün versiyalar mümkün həll yolu kimi dəyərləndirilir. Yəni, bütün fərziyyələr sınaqdan keçirilir. Əqli hücuma bütün motivasiyanın açar sözləri daxildir. Cəlb etmə, zövq etmə, təşviq etmə, həvəsləndirmə, müstəqil tədqiqata maraq oyatma kimi açar sözlərimiz var idi. Məhz əqli hücumun özəlliyi sadəcə motivasiya mərhələsində istifadə olunur. Bəzən biz digər fəaliyyətlərdə də, oyunda da, əməkdə də, gəzintidə də əqli hücumu görürük. Amma orada iş üsulu kimi görə bilmərik. Niyə? Çünki iş üsulu kimi yalnız təlim fəaliyyətində, yəni məşğələ prosesində mümkündür. Lakin oyundur, əməkdir. Bunlar təlim fəaliyyəti deyil, adı üstündə oyundur, əməkdir. Bəs orada necə istifadə olunacaq? Orada artıq üsul kimi yox, əqli hücum texnika kimi istifadə olunacaq. Deməli, texnika ilə üsulun fərqi nədir? Texnika bütün fəaliyyətlərdə, adi məişətdə belə istifadə oluna bilər. Məsələn, mən bunu videoda demişdim. Deyək ki, mən sual verirəm ki, mənim qələmim bitib, mən neyniyə bilərəm? Boyam yoxdur, mən neyniyə bilərəm? Yəni, bu gündəlik olaraq deyək və uşaqlar, yaşıl rəngdə nələri görə bilirsiniz hal-hazırda müşahidə etdiyiniz? Verilən cavablar bir növ əqli hücumu xatırladacaq, ideyalar toplayacaq, səsi bağlayın. İdeyalar toplayacaq. Mən bu zaman deyə bilmərəm ki, mən əqli hücum iş üsulunu tətbiq etdim. Xeyr, iş üsulu yalnız məşğələ üçün nəzərdə tutulur. Açar sözlərinə baxırıq. Birgə səy. Müəllimlər niyə birgə səydir? Uşaqların birlikdə fəaliyyət göstərməsi üçün əsas götürülür. Məhdud vaxt niyə görədir? Çünki
3-5 dəqiqə motivasiyaya ayrılan vaxtı ona görə. Problemin bir neçə həlli işlənir, hazırlanır, bütün ideyalar toplanır. Baxın, açar sözlərimiz fərqli burada nədir? Fərqli olan yeniliklərimizdə təməl sözüdür. Təməl biliklərin fəallaşdırılması. Təməl biliklərin fəallaşdırılması nə deməkdir? Yəni, əslində mövcud biliklərin fəallaşdırılması deməkdir. Biz əqli hücumda həm də, məsələn, biz aktuallaşma mərhələsində deyirik də, təməl biliklər mövcud biliklərin aktivləşdirilməsi, belə deyirik də, mövcud bilik aktivləşdirilir, hansında aktuallaşmada. İndi burada neynədir? Aktivləşdirilir mənası fəallaşdırılır sözündən. Təməl biliklər fəallaşır. Deməli, biz qəbulda təməl biliklərin fəallaşması sözünü görəndə nə götürəcəyik? Əqli hücum. Yalnız burada istifadə olunur. Fikirlər sərbəst ifadə etmə var. Fikir müxtəlifliyinin labüdlüyünü anlama. Yəni, fikir müxtəlifliyinin labüdlüyü nə deməkdir? Labüdlük sözü zərurətini, vacibliyini, əsaslılığını. Onda biz labüd sözü, fikir müxtəlifliyi zaten motivasiyadır. Motivasiya dedim axı, açar sözlərin əqli hücum əlavə edirsiniz. Labüdlülük, lazımlılıq sözünü də görəndə yenə də əqli hücuma götürürük. Hətta deyək ki, əqli hücumun l-sı, labüdlüyün l-sı. Problemli situasiyada həll yollarını tapmaq, problemli situasiya nəyə deyilir? Məsələn, sizə desəm ki, verilənlərdən biri problemli situasiyaya aiddir. Cavabı nə götürürsünüz? Motivasiyaya aid olan məsələlər. Çünki motivasiyanın digər adı problemli situasiyadır. Problemli vəziyyət demirəm, amma problemli vəziyyət başqa iş üsuludur. İndi məsələn, mənə qəbulda deyir, problemli situasiyaya aid olmayanı seçin. A variantı, uşaqların mövcud fərziyyələr sınaqdan keçirilir. B variantı, ideyalar toplanır və seçilir. C variantı, uşaqlar fəaliyyətə aktiv qoşulur. D variantı, təcrübə yolu ilə bilikləri möhkəmlənir. Yanlış cavabımız olur D variantı. Niyə? Çünki problemli situasiya motivasiyaya aiddir. A, B, C aiddir motivasiyaya. Amma D nəyə aid oldu? D artıq oldu tətbiq etməyə. Çünki biz dedik ki, təcrübə, praktika, motor bacarıq, kinestetika varsa olur praktik tətbiq etmə mərhələsi. Ona görə də problemli situasiya sözü burada xüsusilə əhəmiyyətlidir bizim üçün motivasiyanın xatirəsinə. Təlim fəaliyyətini stimullaşdırır. Zaten biz dedik ki, stimul, cəlb etmə, sövq etmə, maraq, təşviq bura daxildir. Universaldır bu. Niyə universaldır? Bax, qəbulda deyə bilər, o hansı iş üsuludur ki, universaldır? Cavabımız olacaq, bütün məşğələlərdə tətbiq oluna biləcək, hətta fəaliyyətlərdə belə texnika statusu ala bilən əqli hücum. Məhdud vaxt verilir, çünki uşaqlara fikir söyləmək üçün vaxt ayrılır. Bu da o deməkdir ki, 3-5 dəqiqə motivasiyadır. Yenə də bax, burada məhdud vaxt sözünü bir daha vermişəm. Verilib mən də vermişəm. Burada da məhdud vaxtı xüsusən ikinci dəfə vurğulanıb. Bu deməkdir ki, sizə sual veriləcək ki, o hansı iş üsuludur ki, məhdud vaxtın verilməsinə rəğmən bütün fərziyyələr sınaqdan keçirilir. Cavab olacaq əqli hücum. Hər bir fikir qiymətlidir, heç bir fikir tənqid olunmur. Bunun əsas qaydası budur. Hər bir fikir qiymətlidir, heç bir fikir tənqid olunmur. Tənqid olunma o qədər kritik bacarıqlarla 21-ci əsr kompetensiyalarında yer alıb ki, baxan elə bilir ki, tənqid olunma elə hər dəfə düzgün cavab kimi bizə verilir. Əsla belə deyil. Diqqətli olun, çünki tənqid olunma müzakirə iş üsulunda əladır. Amma əqli hücumda qəti şəkildə yol verilməzdir. Ona görə də məhz tənqid baxımından ziddiyyətli iş üsullarıdır əqli hücumla müzakirə. Keçdik problemli vəziyyətə. Problemli vəziyyətli iş üsulumuzun özəlliyi budur ki, burada işçi vərəqlərindən istifadə olunacaq. Kognitiv xarakterli materiallar çox önəmlidir. İş üsulunun açar sözü T, T, Ü'dür. Əgər bunları bilsəz, inanın ki, qəbulda çox rahatlıqla cavabları tapa biləcəksiniz. Təhlil, təfəkkür və ümumiləşdirmə bu 2022-ci ilin sırf açar söz olaraq
Hətta 2022 yox, ondan sonra olan imtahanın ili yadımdan çıxdı. Sırf olaraq bu sual düşüb ki, o hansı iş üsuludur ki, tənqid, təhlil, ümumiləşdirmə vərdişi yaradır. Cavab problemli vəziyyət iş üsuluydu. Müəllim əvvəlcədən problemi müzakirə üçün suallar hazırlayır, 4-5 nəfərlik qruplara bölür, problemli vəziyyət təsvir olunmuş vərəqlər. Yeganə iş üsuludur ki, vərəq adı çəkirik, işçi vərəqi deyirik. Buna diqqət edirik. Hər qrup iş forması çox önəmlidir. Hər bir qrup vəziyyətləri müzakirə edir, həll yolunu tapır. Təbii ki, müəllimlər, işçi vərəqlərində də problem təsvir olunmuş vərəqlər var. Məsələn, ola bilər oyuncağını itirmiş bir uşaq olsun, ola bilər deyək ki, dənizin ortasında qalan bir uşaqdır, neyniyə bilər, hansı bacarıqlar olmalıdır, belə bir sual verə bilər. Ola bilər ki, nəqliyyat vasitəsi xarab olar, onu nə ilə əvəzləyə bilər. Bax, belə problemli vəziyyətlər var. Ola bilər boyası bitər, müəllim elə bir vəziyyət yaradar ki, şəkildə uşaq düşünməlidir ki, o nəsə boyanı əldə edə bilər. Məsələn, deyək ki, əlində ağ boyası var və qırmızı boyası var. Amma ona lazımdır çəhrayı boya. Neynəməlidir? Ağla qırmızını qarışdırıb çəhrayı əldə etməlidir. Bax, bunu problemi həll etmək bacarığı olmalıdır. Elmi əsası, qruplar öz işlərini bitirdikdən sonra ümumi müzakirə aparıla bilər. Elmi əsası budur ki, bu metod konstruktivizm nəzəriyyəsinə əsaslanır. İndi müəllimlər, mən sizə biraz Piaget və Vygotsky haqqında çox qısa məlumat verəcəm, amma bütün iş üsullarına tətbiq edə biləcəksiniz. Mən təbii ki, nəzəriyyə danışmayacağam sizə, inşallah o gələcəyin dərsləridir. Amma belə bir şey deyim ki, fəlsəfədə 3 əsas konsepsiya var. Bioloji konsepsiya, sosioloji konsepsiya və biososioloji konsepsiya. Həmişə bioloji konsepsiyanın tərəfdarları, onlar insanın inkişafında irsiyyətin rolunu önəmli hesab ediblər və irsiyyətin rolunu danılmaz qəbul ediblər. Belə ki, düşünüblər ki, insanın bütün irsi gələn əlamətləri, bu onun fiziksel əlamətləri, bu onun psixoloji əlamətləridir. Göz rəngidir, patoloji xüsusiyyətləridir, saç rəngidir, dəri tonudur. Yəni, irsidən gələn hər şey. Bax, bunun tərəfdarları bioloji konsepsiya tərəfdarlardır. Onlar həmişə irsiyyətin roluna inanır və bütün insanların vahid bir inkişaf yolundan keçdiyini inanır. Lakin sosioloji konsepsiyanın tərəfdarları önəmli tutur kənar faktorları. Məsələn, deyir ki, mən ola bilər ki, hansısa bir xüsusiyyətlə doğulmuşam, amma deyir, məni həyatda yetişdirən, mənim davranışımı formalaşdıran, məni mən edən sosial çevrədir, insanlardır, mühitdir. Üçüncü tərəf konsepsiya tərəfdarları, sosioloji tərəfdardır. Onlar 50-50-yə qəbul edir. Deyir, həm mühitin rolu var, həm irsiyyətin rolu var. Bugün biz Piaget'dən danışırıqsa, bioloji yanaşmanı tutacağıq. Vygotsky'dən danışırıqsa, sosiolojini önəmli tutacağıq. Piaget'in iyisi idraki konstruktivizm, yəni irsiyyət. Amma Vygotsky'nin olsun sosialın olsun, Vygotsky'nin olsun. İndi harda biz genetik faktorlar, irsi keyfiyyətlər, zehinsel fəaliyyətlər, idraki konstruktivizm, nə deməkdir? Konstrukt qurmaq deməkdir. İdraki konstruktivizm, yəni zehinsel olaraq beyindən gələn quruculuq yolu. İndi harda, daha doğru dildə desək, harda idraki inkişaf sahəsinə aid ola biləcək feilləri, fəaliyyətləri, bacarıqları görsəniz, Piaget götürəcəksiniz. Harda sosial-emosional inkişaf sahəsinin əlamətlərini görəcəksiniz, o zaman Vygotsky'ni qəbul edəcəyik. Burada məsələ budur ki, Vygotsky sosiallığın qarşılıqlı tərəfdaş, əməkdaş, yoldaş, bir-birinə, cütlər, qayğıkeşlik, kompromisə getmək və s. Xarici mühit münasibətləri. Vygotsky zehinsel oldu, Piaget. İndi mən nə oxudum? Mən oxudum ki, bu problemli vəziyyət üsuludur və mənə bildirir ki, problemli vəziyyət üsulu həm Piaget baxımından
yüksək uşaqda keyfiyyətlərə səbəb olur, həm Vygotsky baxımından. İndi gəlin baxaq. Uşaq təcrübə yolu ilə öyrənir. Öyrənmək nədir? Öyrənmək zihinsəl fəaliyyətdir. Olacaq Piaget. Ziddiyyətli vəziyyətlər, biliyin yenidən qurulmasına, biliyin yenidən inşa olunması nə ilə gedir? Zihinsəl fəaliyyətlə. Çünki bilik beynin məhsuludur, beynin qidasıdır. O zaman deyirik ki, Piaget'in üslubu ilə desək, təfəkkür, təhlil, ümumiləşdirmə Piaget baxımından uşaqda problemli vəziyyətin müsbət tərəfləridir. Problemli vəziyyəti yerinə yetirərkən qruplar işləyir. Qrupların öz mövqeyi var. Qruplar problemi birlikdə, əməkdaş, yoldaş, axı qrup işi var orada. Yoldaşlıq varsa, o zaman Vygotsky baxımındandır. Sosial qarşılıqlı təsir, əməkdaşlıq uşağın öyrənməsini gücləndirəcək və qrup müzakirələri yaxın inkişaf zonasını aktivləşdirəcək. Yaxın inkişaf zonası nədir? Öyrənmə sürəci, öyrənmə zamanı. Bir növ sizə daha asan yolla deyim, çünki biz zonaları gələcəkdə keçəcəyik. Sizə konkret belə deyə bilərəm ki, Smart'ın timerını gördünüzsə, vaxt, zaman, müddət, öyrənmə aşaması, öyrənmə dövrü, bax o dövr, zaman, müddət, vaxt olur yaxın inkişaf zonası. Bu da deyir ki, Vygotsky'nin təbliği ilə desək, uşaq problemli vəziyyət iş sonu sayəsində yaxın öyrənmə, yəni yaxın inkişaf zonası müddəti aktivləşir. Yəni nəticədə hansı zonaya gedəcək? Aktual zona, yəni nəticəyə çatacaq. Çünki bu günləri biz uşağı aktual zonada nə zaman görürük? Biz o zaman görürük ki, uşaq müstəqil yerinə yetirə bilir. Müstəqil öyrənmə səriştəsi formalaşır. Bu da aktual zonadan mümkündür. Bu da nəticə yönümlü prinsipində mümkündür. Bu da produktiv dərsi SMART abreviaturasının məqsədlərinə çatandan sonra aşkara çıxarılır. Məhz o baxımından Vygotsky'nin adı ona görə çəkilir. Öyrənmə müddəti aktivləşir. Yəni uşaq öyrənmə müddəti aktivləşirsə, deməli tez öyrənəcək, tez məqsədə çatacaq. Bu o mənadadır. Yəni biz nə başa düşdük? Biz problemli vəziyyəti əsas açar söz nəyə yadda saxlasaq kifayət oldu? Təfəkkür, təhlil, ümumiləşdirmə qrup formasındadır. 4-5 nəfərlik qrupdur. İşçi vərəqlərinin sayəsindədir. Uşaqlar zihinsəl düşünür, Piaget'dir. Uşaqlar əməkdaşlıq edir, Vygotsky'dir. Bu onun müsbətləridir. Keçdik suallar, iş solu. Biraz suallarla bağlı işimiz olacaq sizlə. Çünki ən böyük yenilik deyə bilərəm ki, suallardadır. Heç bir yenilik əslində yoxdur ya. Sadəcə olaraq o qədər genişləndirilib ki, nəticə etibarilə yeni açar sözlər sizi çaşdıra bilər. Necə ki, portfolyoya əlavə bir açar söz olmuşdu, təlimin pasportu. O pasport sözü çaşdıra bilərdi, düzdür, portfolyoya deyirdik. Bu da onun kimi də, yəni yeni anlayışlar var ki, o anlayışları biz bugünlərə baxacağıq. Üsulun rolu nədir? İdrak fəallığını artırır. Amma biz əqli hücumda necə dedik? Təlim fəaliyyətini stimullaşdırır. Stimul sözünü əqli hücuma dedik. Çünki idrak fəaliyyətini stimullaşdırır da deyə bilər. Amma biz burada nə gördük? İdrak fəallığını artırır gördük. Buna diqqət edirik. Sualların sayı 4-5 olur. Necə ki, problemli vəziyyətdə 4-5 rəqəmi var idi ki, 4-5 qruplara ayrılır. Burada da 4-5 sual sayı var. Diqqət olaq. Bütün üsullarla bağlıdır. Bax, bunun ümumi tətbiqinin özəlliyi budur. Yəni, bütün üsullarda biz sual verə bilirik əslində. Çünki müzakirədə də sual verə bilirik, əqli hücumda da sual verə bilirik, problemli vəziyyətdə də sual verə bilirik. Yəni, sizə sual verilsə ki, o hansı iş üsuludur ki, bütün üsullarda onu görə bilirik? Cavab, suallar, iş üsulu. İstifadə sahəsi təlimdə də, oyunda da, müsahibədə də, müzakirədə də, diskusiyada da istifadə oluna bilər. Çünki biz qiymətləndirmə vasitələrini keçdik axı. Şifahi sorğu var, suallar var. Müsahibə var, sual var. Müzakirə, diskusiya, sual var. Ona görə burada desək ki, istifadə sahəsi daha geniş spektrlidir. Müsahibədə, müzakirədə, şifahi sorğuda olur. Cavabı götürürük, suallar. Sualların növləri var müəllimlər. Bu sualların növlərini əzbər bilmək üçün deyil, özünüzü qəti şəkildə yorub deməyin ki, ay Allah, mən bunları əzbərmi bilməliyəm? Yox, sadəcə olaraq amma diqqət də eləməli məqamdır, yəni metodikamız olmalıdır. Bu sualların növləri hansıdır? İstiqamətləndirici sual, aydınlaşdırıcı sual, yoxlayıcı sual və əlaqələndirici sual. Mən bu sualların hər birinə sizin üçün aydınlıq vermək istəyirəm. Birinci danışaq
Aydınlaşdırıcı sual. Aydınlaşdırıcı sual nədir? Aydınlaşdırıcı sual mövzunu uşağa anlamağa imkan verir, aydınlaşdırmağa imkan verir. Yəni uşaq öz sözlərindən ilkin düşünmə anlayıbsa, o sualları cavablandıra biləcək. Adətən, məsələn, deyirəm, ev heyvanı nədir? Hansı heyvanları ev heyvanı sayırıq? Və yaxud heyvanların insan həyatındakı rolu nədir? Quşlar ev heyvanı olarmı? Bəs vəhşi heyvanlara biz niyə ev heyvanı demirik? Onların ev heyvanından fərqi nədir? Və yaxud heyvanların hansı, nə kimi ehtiyacları var? Yəni, dərslə bağlı mən aydınlaşdırıcı bir sual verirəm. Bax, buna aydınlaşdırıcı sual deyilir. Yenə deyirəm, aydınlaşdırıcı sualın məqsədi nədir? Uşağın mövzunu anlamağı hədəfləyir. Yəni, o öz sözləri ilə ilkin düşünmə mərhələsində verdiyi cavablardır. Aydın oldu. Hətta biz aydınlaşdırma sözünü söz assosiasiyasında da eşitmişik. Müəllim mövzunu bilib-bilmədiyini aydınlaşdırır. Aydınlaşdırıcı sualları əslində söz assosiasiyasında da istifadə edirik. Amma burada xüsusilə sual növündə qeyd olunur. İkinci bir məsələ yoxlayıcı sualdır. Yoxlayıcı sual müəllimənin əsas hədəfi var. Hədəf nədir? Qoy görüm, uşaq bunu sadəcə eşidirmi, təkrarlayırmı, yoxsa bir məntiq əlaqəsi qururmu? Adətən yoxlayıcı sualın məqsədi uşaqda məsuliyyət hissi formalaşdırmaqdır. Yəni, məsuliyyət hissi nədir? Deyirəm, səncə ev heyvanına baxmaq çətin ola bilərmi? Və yaxud, səncə hamı ev heyvanı saxlaya bilərmi? Və yaxud, əgər heyvan xəstələnsə nə etmək lazımdır? Burada artıq nə edirik? Görürük ki, müəllimə uşağın yoxlayır. Və yaxud ev heyvanı almaq səncə yaxşımı qərardır? Və yaxud səncə ev heyvanını küçəyə ata bilərikmi? Bax, bunlar nə edir? Uşağı yoxlayır. Müəllim uşağı yoxlayır ki, görüm o ev heyvanını atar atmaz. Və yaxud sən yoxlayır ki, görüm onun üçün ev heyvanı saxlamaq məsuliyyətlidir yoxsa yox. Və yaxud görüm o ev heyvanı xəstələnsə uşaq nə edə bilər? Bax, bunlar onları yoxlayır. Onların həqiqi fikrini, bir növ yaxşı mənada manipulyasiyada, uşağın manipulyasiya nə deyilir ümumiyyətlə? Manipulyasiya qarşı tərəfin hiss etdiyim ehtimalı özümün fürsətimə çevirirəmsə, buna manipulyasiya deyilir. Müəllim nə edir? Müəllim onun ehtimallarını yoxlamağa çalışır. Görək o ehtimaldan bunu fürsətə çevirəcək ya yox. Uşaq onu fürsətə çevirib negativ cavab verirsə, artıq müəllimə həmin uşaq haqqında xeyli informasiya almış olur. Yox, əgər uşaq ehtimalı fürsətə çevirmirsə, yenə də müəllim xeyli informasiya alır və uşağa həqiqi tərəflərini tanıya bilir. Bax, bu yoxlayıcı suallardır. Daha sonra istiqamətləndirici suallar var. İstiqamətləndirici sual tamamilə bir praktikadır. Yəni, tamamilə burada uşaq özünü vəziyyətdə, situasiyada təsəvvür edəcək və həmin situasiyaya əsasən qərar verəcək. Burada müəllim artıq bir növ uşağı vəziyyətə salır. Və məsələn, deyirəm ki, sənin quşun olsaydı onu necə qoruyardın? Və yaxud əgər sənin heyvanın xəstələnsəydi, ona necə baxa bilərdin? Və yaxud bir dostun heyvana pis davransa, sən nə edərdin? Və yaxud əgər balaca bir heyvan qorxsa, onu necə sakitləşdirərdin? Onu necə öyrədərdin? Bu tipli suallar adətən praktik, yəni belə deyim də, elə bil ki, rollu oyunda uşağı təsəvvür eləyirsən. Uşaq özün tamamilə praktikanın içərisindədir. Bax, buna istiqamətlendirici suallar deyilir. Və əlaqələndirici suallar bir növ inteqrasiya xarakterlidir. Bu çox sadə sual tiplərindəndir. Bu tip suallar adətən zehinsel fəaliyyətlə emosional fəaliyyətin həyatda situativ olaraq inteqrasiyasıdır. Məsələn, sosial-emosionalla necə? Deyirəm ki, dəyər formalaşdırır da, bir növ bunu dəyər kimi alaya bilərsiniz. Deyirəm ki, ev heyvanlarını saxlamaq səncə həmişə yaxşıdırmı? Həmişə yaxşı bir təsir edirmi? Və yaxud səncə bir heyvanı sevmək, ona qulluq etməmək düzgün davranışdırmı? Və yaxud da ki, heyvanlara sevgi göstərmək kifayətdirmi? Yoxsa başqa şeylər də onlara lazımdırmı? Yəni, fikir verirsinizsə, burada bir sosial-emosional duyğular var. Və sosial-emosional duyğu varsa, buna əlaqələndirici sual deyilir. Buna diqqət edirik. Ümumi olaraq bir daha deyək, belə başa düşdük ki, aydınlaşdırıcı suallar uşağın mövzunu anlama səviyyəsi üçün verilən suallardır. Yoxlayıcı sual uşağın məsuliyyətini yoxlamaq üçün və
uşaq məntiqi əlaqə qurub qurmadığını yoxlayır. Müəllim uşağı tanıya bilir yoxlayıcı sualla. Dedim manipulyativ tiplidir. Əslində manipulyativ deməyim düzgün deyil. Fikrimi sizə çatdırmaq üçün deyirəm. İstiqamətləndirici sual uşaq bir növ rollu oyunlarda olduğu kimi özünü təsəvvür edir, özünü onun yerinə qoyur. Əlaqələndirici suallar isə uşaq idrak fəaliyyətini sosial emosional inkişafla inteqrasiya edir. İndi bu sualların da hansını müəllimə necə istəsə verəcək. Yetər ki, suallar sadədən mürəkkəbə doğru olsun. Bu çox önəmlidir. İdrak fəallığını stimullaşdırır gördüyünüz kimi. Bunu bir daha xüsusi şəkildə qeyd edək. Təfəkkür cəhətdən tənqidi təfəkkür məntiq ardıcıllığı inkişaf etdirir. Buna qayıdacağım. Qoy bura plus qoyum. Çünki elə izah edəndə burada qayıtmış olacağım. Çünki Bloom taksonomiyası bu təfəkkürü aydınlaşdırır. Bloom taksonomiyasını da izah edəcəm. Mən bir dənə söz deyə bilərəm. Buyurun. Mən axı bayaq dediniz o idrak fəallığını stimullaşdırır əqli hücum. Deyəcəm, o başqadır. Hə, Fərqli şeylərdir. Təfəkkür cəhətdən tənqidi təfəkkür məntiqi ardıcıllığa diqqət edirik. Çünki Bloom taksonomiyasının bu onun xüsusi özəlliyidir. Bloom taksonomiyasında diqqət edirik ki, uşağın SMART abreviaturasının archivabllığına uyğun olaraq təlim prosesinə əl çatan edək. Qaldı ki, gəldik indi idrak fəallığının stimullaşması. Biz təlim fəaliyyətinin stimullaşmasına xüsusən diqqət edirik. Təlim fəaliyyətinin stimullaşması motivasiya deməkdir. Ona görə də xüsusən diqqət edirik. Hara getdik? Təlim fəaliyyətinin stimullaşması. Təlim fəaliyyəti motivasiya deməkdir. Motivasiyasının stimullaşması görəndə əqli hücuma diqqət edirik. İdrak fəallığı ilə bağlı da indi deyəcəm Bloom taksonomiyasından əlaqəsini. Dəyərlər baxımından mərhəmət və məsuliyyət hissi formalaşdırmağa imkan yaradır. Bu yeniliklərimizdən xüsusən biridir. Bax, indiyə qədər heç vaxt, bir növ, belə deyim də, bu aydınlaşdırıcı, yoxlayıcı, istiqamətləndirici və əlaqələndirici suallar var. Bu gəlib bizə Kolberg nəzəriyyəsindən, sadəcə biz indi Kolberg düşmür də, mənəviyyat nəzəriyyəsidir. Və biz Kolbergin suallarını bir növ artıq burada bu formada öyrənmiş oluruq Kolberg mənəviyyat nəzəriyyəsinin. İndi Kolbergin suallarını bura gətiriblər, amma biz Kolberg deməyək də hələ, çünki bizə çərçivə necə veribsə o şəkildə öyrənməliyik. Kolbergdə nə nəzəriyyəsidir? Emosional zəkanı yoxlayan mənəviyyat nəzəriyyəsi. Mənəvi dəyərlər nəzəriyyəsinə Kolberg nəzəriyyəsi deyilir. İndi mərhəmət və məsuliyyəti biz formalaşdırmağa imkan verən iş üsulunu harada gördük? Suallarda. İndi müəllimlər, nəyə diqqət edirik? Açar sözlərimizə diqqət edirik. Deməli, açar sözlərimiz nə oldu? Sualların növü verilərsə, deyər bu hansı iş üsuludur, oldu suallar. O hansı iş üsuludur, bütün üsullarla bağlıdır. Bax, əqli hücumla qatışdırmayaq. Əqli hücumu bütün yaş qruplarında texnika kimi istifadə edə bilərik. Amma 3-6 yaş qruplarında bütün məşğələlərdə istifadə edə bilərik. 1-6 yaş üçün texnika kimi istifadə oluna bilər. Təlim prosesində 3-6 yaş kimi istifadə oluna bilər. Bax, buna diqqət edək. Amma bütün üsullarla bağlı olan suallar oldu. Daha sonra məntiqi ardıcıllıq gözlənmə. Bunu bilirsiniz zaten, çünki bu köhnədən olan məlumatlarımızdır. Məntiq mövzu ilə əlaqəli olması, buna diqqət edirsiniz. Mənəviyyata diqqət etdiniz. Mərhəmət məsuliyyətə diqqət etdiniz. İndi gəldik Piaget və Vygotsky'yə. İndi müəllimlər, sual verəndə, əgər uşağa aydınlaşdırıcı sual verirsənsə, bu artıq uşağın təfəkkürünü yoxlayır da. Çünki səbəb-nəticə əlaqəsini izah edəcək, məntiq quracaq, düzdür? Deməli, uşağın zehinsel olaraq düşünməsidir. Düşünmə varsa buna Piaget anlayışından izah edəcəyik. Amma Vygotsky isə artıq uşaq sosial məsələləri, məsələn, biz sual verərək nə edə bilirik? Əslində bunun scaffolding anlayışı var, xüsusilə burada. Uşaq nə isə bilmir və müəllim avtomatik olaraq deyir, sən bunu bilmirsən. Məsələn, adicə mən qızımın dərsində oturmağa getmişdim. Orada uşaqlar var idi. Bir uşaq turpun nağılını hamı danışdı. İndi bu uşağı müəllimə qaldırıb ayağa. İndi 1-ci sinifdə məktəbə hazırlığa yaxında eyni psixologiyadır. Yəni fərqli psixologiya deyil deyə misal çəkirəm. Müəllimə ayağa qaldırıb
uşağa dedi danış. Uşaq asosial uşaq tipdir. Amma müəllimə bunu hiss eləmir də. Yəni baxmayaraq ki, artıq ilin sonunda, amma hələ də müəllimə uşağın nəbzini tutmuş deyil. Sual verir ki, yəni sən dərs danış. Uşaq ayağa qalxıb deyir, bilmirəm. Amma halbuki bayaqdan hamı danışıb, o uşağın bilməmə ehtimalı yoxdur, yəni onu. Müəllimə dedim, niyə oxumamısan? Bəs mən bayaqdan burada hamı danışır, sən heç mi öyrənmədin? Əyləş. Mən də dedim, müəllimə, xahiş edirəm, bir də ona uşağa sual verin. Sual verin, görün uşaq bilir, bilmir. Verdiyi bütün suallara uşaq cavab verdi. Burada müəllimənin nə lazım idi? Müəllimənin uşağa scaffolding etməsi, yönətməsi və onu bir növ körpü quraraq ona əlindən tutub pilləkəni çıxartması lazım idi. O özünü dərk eləmir, o deyəcək, bilmirəm. Və o özünü ifadə də eləyə bilməsi ki, müəllimə mənə sual ver. O yönləndirə də bilməyəcək müəlliməni. Çünki təlim prosesini yönləndirən uşaq deyil, müəllimdir, müəllim yönləndirməlidir. Vygotsky o baxımından deyir ki, uşaq bilmirsə, anlamırsa, suallar verərək yavaşdan, yəni sadədən mürəkkəbə uşağı yönləndir. Scaffolding et. Və burada nə gəlir? Şəxslər arası. Necə ki, dialoq quranda 2 nəfər lazımdır, yox? Ola bilərmi ki, dialoq olsun, amma bir tərəfli dialoq? Ola bilməz də. Bir tərəfli olan şey monoloq olur. 2 tərəflidirsə dialoq olur. Sual verəndə də kim lazımdır? 2 tərəf lazımdır. Necə ki, dialoqun şərti var. Sual verən və sualı cavablayan. Burada sual vermək sosiallığın əlamətidirmi? Bəli. Şəxslər arası, yəni ikili münasibətin tərəfidirmi? Bəli. Sosial, yəni şəxslər arası münasibət düzgün qurulmazsa, yəni sual sadədən mürəkkəbə prinsipinə əməl olunmazsa, qarşı tərəf cavablaya biləcəkmi? Böyük bir ehtimal yox. Bu Vygotsky o baxımından burada inteqrasiya olunub. Yəni, baxın, yaxın inkişaf zonasını hərəkətə gətirir. Yenə vurğulayır ki, yaxın inkişaf zonası necə hərəkətə gəldi? Sual və cavab sayəsində və müəllimənin scaffoldingi, yəni körpü rolu qurması sayəsində. Məntiqi ardıcıllıq sualların ardıcıl verilməsi düşünmə strukturunu möhkəmləndirir, problemə kompleks yanaşma bacarığı yaradır. Niyə kompleks yaratdı? Da yaradacaq da, çünki sualı mən sadədən mürəkkəbə verirəmsə, kim idi, nə idi, hara idi, niyə idi, necə idi, gəlir çıxmır, niyəsindən tutmuş nəticəsinə qədər. Və burada kompleks, yəni hər tərəf sual-cavab nə edir? Hər tərəfli bir şeyi aydınlaşdırır. Və eləcə də aydınlaşdırıcı, yoxlayıcı, istiqamətləndirici və əlaqələndirici suallar bunun bariz nümunəsidir ki, bu kompleks sual vermə yöntəmidir. Yəni, kompleks sualın içərisində nələr var? Bunlar var. Və gəldik, keçdik Bloom taksonomiyası. Bunun da adı çəkilir. Əslində, mən bunu sizə izah etmişdim Smart abreviaturasının Archivable-ında. Burada yenə izah eləyəcəm. Bloom taksonomiyasının, hətta sizə mən belə Bloom-u çəkib atacağım. Çərçivəmizdə bunu xüsusən vurğulamır, bu dərəcə vurğulayıb. Bax, burada yazdığım qədər çərçivə vurğulayıb. Mən də əslində o dərəcə yazmışam. Lakin yeni kitabımızda da bunu yazacağam. Hələ yazmamışam xüsusi şəkildə. Bir daha mən bunu yazıram. Bloom taksonomiyası nədir? Bloom taksonomiyası hər yerdə, bütün təhsil müəssisələrində adı çəkilir. Bütün təhsil müəssisəsi dediyim yalnız məktəbə qədər deyil, bütün təhsil müəssisəsi geniş spektrli dediyim üçün ali təhsil müəssisələrinə qədər Bloom taksonomiyası bugün olmazsa olmazdı. Niyə görə? Çünki bu günləri hətta işə qəbul sualları belə Bloom taksonomiyasına kənara çıxmasına icazə yoxdur. Bugün təlimçilik imtahanlarında belə baxsanız görəcəksiniz ki, hamısı Bloom taksonomiyasının prinsip əsasında hazırlanmış suallardır. Hətta imtahanda belə testoloji şərtlər, yəni sualların hazırlanma bazasında tələb olunan Bloom taksonomiyasına uyğun qurulan sual çeşidlərdir. Yəni, hər hansısa bir sual Bloom taksonomiyasından kənara çıxıbsa, o suallar avtomatik olaraq ləğv olur. Bu nə deməkdir? Bunun ölkə üzrə hamının səviyyəsini nəzərə almaq tələb olunur. Eləcə də bu məktəbə qədərdə də belədir. Bütün sinifin hamısının səviyyəsini nəzərdə saxlamalısan. Örnək olaraq sizə qəbulda belə bir sual, müsahibədə belə bir sual verilir. Məsələn, müəllimə, siz necə edirsiniz ki, bütün uşaqlara fərdi yanaşırsınız? Sən artıq aşağı cavabın necə olacaq? Mən bütün uşaqların fikrini dinləyirəm, mən bütün uşaqların tanımağa çalışıram, mən bütün uşaqları fəaliyyətdə görməyə çalışıram. Bu bilinir ki, sən artıq diferensiallığın düsturunu danışmağa cəhd edirsən və bu qeyri-səmimidir. Amma bugün desən ki, mən fərdi işi və yaxud uşaqlara fərdi yanaşmanı
necə tətbiq edirəm, indi cavablayacağam. Eyni sual tipajlarının eyni cavabı nədir? Valideynin biri deyir ki, mənim uşağımla az məşğul ol. Biri deyir, mənim uşağımla çətin tapşırıq ver. Biri deyir, mənim uşağıma asan tapşırıq ver. Biri deyir, mənim uşağıma ümumiyyətlə tapşırıq vermə. Bu kimi hallar, yəni çeşidli vəziyyətlər var. Və yaxud qrupda bir uşağınız çox zəkidir, bir uşağınız aşağı təfəkkürlüdür. Onlar necə ələ alırsınız? Yəni o qədər belə eyni tip sualların bir dənə cavabı var. Vurğuluyursunuz. Biz bugün dövlətin bizim qarşımızda qoyduğu tələb nədir? Bloom taksonomiyasına uyğun olaraq fəaliyyətləri təşkil etmək. İstər oyun, istər əmək, istər təlim, istər mədəni davranış, hər bir halda Bloom taksonomiyası uyğundur. Bloom taksonomiyası iki hissəyə bölünür. Deməli, ilk üç dənəsi, bax, ilk üç qələmi mən düzgün alım əlimə. İlk üç dənəsi, bax, bu üç xana. Mən bircə saniyə buranı düzgün çəkmədim, ona görə də yaxşı çıxmadı. İlk üç xananı, bax, bu üç dənə xana. Olacaq aşağı təfəkkürlü uşaqlar. Bax, xana 1, xana 2, xana 3. Siz də aşağı təfəkkürlü uşaq deyəcəksiniz. Yəni, bunu dövlət belə adlandırır. A-T. A-T. Aşağı təfəkkürlü uşaqlar deməkdir. Yəni, bəzən biz düşünürük ki, ay Allah, mən aşağı təfəkkürlü sözünü müsahibədə işlətsəm, bu düzgündürmü? Zəif uşaq sözünü çox deməyimiz yaxşı deyil, o işlənə də bilər. Amma aşağı təfəkkürlü uşaq zəif sözündən daha üst düzey qəbul olunur. Bir də bax, bu üç dənə xana var ki, bax, bu üç xana, 1, 2, 3, 4, 5, 6. Bunlar artıq yüksək təfəkkürlü uşaqlardır. Y-T. Y-T. İndi mənim qrupumda nə var? Həm aşağı təfəkkürlü uşaqlar, həm də yuxarı təfəkkürlü uşaqlar. Aşağı təfəkkürlü uşaqlara adətən ünvanlayacağımız suallar olacaq. Xatırlama, anlama və tətbiq etmə. Tətbiq. Siz bunu səliqəli yazarsınız, ya mən yazıb ataram sizə. Xatırlama, anlama, tətbiq etmə. Bu tip sualları biz aşağı və indi orta təfəkkürlü uşaq deyilmir deyə kurikulumda mən də çox istifadə etmək istəmirəm. Amma nəticə etibarıyla desəz ki, orta təfəkkürlü uşaq varmı? Məsələn, anlama ilə tətbiq etməni bacaran uşaqlar orta uşaqlardır. Yəni, yavaş-yavaş yuxarıya keçiddir də. Amma orta təfəkkürlü uşaq deyilən bir şey kurikulumda olmadığı üçün mən də elə orta sözünü sadəcə sizə fikrimi çatdırmaq üçün deyirəm. Biz baxırıq ki, uşaq zəif təfəkkürlü uşaqdır. Ona görə məqsədin birincisini adətən ya adlandırır, xatırlamağın açar sözləri nədir? Hafizə psixi prosesinə adlandırır, seçir, sıralayır, xatırlayır, yada salır, yadda saxlayır, tanıyır, belə şeylərdir də. Adətən də biz götürürük birinci məqsədi adlandırır. Artıq mən birinci məqsədin feilini əlçatanlıq üçün adlandırır götürdüm, düzdür? İndi İkinci məqsədinə götürə bilərəm. İkinci məqsəddə qrupumda daha çox, yəni yuxarı təfəkkürlü uşaq 1 ya 2 uşaqdır. Əsasən aşağı təfəkkürlü və orta təfəkkürlü uşaqdırsa, artıq mən ikinci məqsəddə anlamaqdan götürəcəm. Məsələn, götürəcəm adlandırır və fərqləndirir. Çünki anlamağın açar feilləri nədir? Fərqləndirir, müqayisə edir, ümumiləşdirir, əlaqələndirir, ortaq cəhətlərini deyir. Bu anlamaqdır. Anlayan fərqləndirir, anlayan əlaqələndirir. Anlamasam necə əlaqələndirəcəm? Yox, ya da anlamasam necə müqayisə eləyəcəm? Bu olur anlayan. Mən də ikincini yazdım, fərqləndirir. Üçüncüsü tətbiqdir. Amma mən artıq uşaqlarımda yuxarı təfəkkürlü uşağımda var axı. Götürüb tətbiq etməni vermək istəmirəm. Çünki 2 aşağı təfəkkürlünü nəzərə aldım. İndi bir dənə də yuxarı təfəkkürlü uşağımı nəzərə almaq istəyirəm. İndi mən də baxıram, görüm bu yuxarı təfəkkürlü 2 uşağım çoxmu yuxarı təfəkkürdür, yoxsa azmı yuxarı təfəkkürdür? Nəticə etibarıyla birinci tətbiq etməni deyim. Tətbiq etməni də açar sözləri icra edir, yerinə yetirir, tətbiq edir, səhnələşdirir, rol oyunlardır. Bu tətbiqə aiddir. Çünki icra xarakterli bir şeylər tətbiq etmə olur. Məsələn, deyək ki, müəllimə bir şəkli çəkir, deyir, indi sən də buna bax, çək. Sən də ona baxıb çəkirsənsə tətbiq edirsən. Müəllimə lövhəyə nəsə, deyək ki, çəkir, deyir uşaqlar, indi lövhədən dəftərinizə siz də çəkin. Onun hamısı gedir tətbiq etmə. Dördüncü tip suallar təhlildir, təhlil. Mən bura çox da yaza bilmirəm, siz sərgəli yazarsınız. Təhlil. Təhlil olan suallar isə artıq
yuxarı təfəkkürlü uşağa keçiddir. Sən görürsən ki, yuxarı təfəkkürlü uşağın çox da belə üst düzey yuxarı təfəkkür deyil, o zaman elə sadəcə təhlilə aid olan bir feil yaza bilərsən üçüncü məqsədin. Örnək olaraq deyək ki, ən əhəmiyyətini müəyyənləşdirir. Deyək, müəyyənləşdirir feili. Müəyyənləşdirir təhlildir. Təhlil nədir? Analiz deməkdir. Təhlil lazım olanı lazımsızdan seçmək, vacib olanı vacib olmayandan seçməyə təhlil deyilir. Daha sonra baxırıq ki, deyək ki, hər hansısa iki seçim var. İkisindən birini seçir. O bizim qəbulda testimiz var ha. 2 dənə variantın A da doğrudur, B də doğrudur. Amma müəllimə ən doğru olanı seçir də. Müəllimlərin təhlil etmə bacarığını yoxlayan testlərdir o. İndi uşağın da təhlil etmə. Deyirəm ki, bunlardan, bu meyvələrin içərisində ən şirin olanı seç. Artıq uşaq orada o meyvələrin içərisində təhlil edir ki, məsələn, yaşıl alma da var, sarı banan da var. Turuncu rəngdə portağal da var. Mən burada ən şirini seçməliyəmsə, hansı ən şirin ola bilər? Demək ki, banan burada ən şirindir. Onu məntiq yürütmək lazımdır. Bu artıq keçdi təhlilə. Çünki yenə deyirəm, seçmək, nəyi seçmək? Şəkilə baxıb polisi seçmək yox, şəkilə baxıb polisi seçmək xatırlamaqdır, aşağı təfəkkürdür. Amma biri var ki, mən lazımlıdan lazımsızı seçirəm. Bir növ biz buna səciyyələndirmək deyirik də, səciyyələndirirəm. Bax, o olur təhlil. 5-ci tip suallar, bu da yuxarı təfəkkürlü uşaqlar təhlil etmədən daha üstündür. Dəyərləndirmə taksonomiyası. Dəyərləndirmə isə artıq uşaq münasibət bildirəcək, mövqe, sübut, tənqidi təfəkkür səriştəsi 4K bacarıqlarına kritik düşünməyə gedir. Deyək ki, müdafiə edir, mühakimə edir, münasibət bildirir, sübut gətirir, faktlar gətirir, əsaslandırmalar edir, inandırıcılıq bacarığı var. Əgər məsələn görsəm ki, mənim uşağım təhlildən daha yuxarı təfəkkürlü bir uşaqdır, onda artıq 3-cü məqsədin adını nə qoyacağam? Qoyacağam münasibət bildirir, şərh edir, dəyərləndirir, əsaslandırır. Və ən yuxarı təfəkkür 6-cı addımda, ən yuxarı, piramidanın ən üstüdür də deyək ki, bu yuxarı təfəkkürlü uşaqlar bundan o tərəfəsi yoxdur. Bu yaratmaqdır, yaradıcı bacarıqlar olan uşaqdır. Onlar qurur, onlar planlayır, onlar məsələyə fərqli yoldan baxır, onlar perspektivlər tapa bilir, sınanmış yollardan qaçır, yeniliklərə açıqdır, təxəyyül psikoprosesləri çox yaxşı inkişaf edir, yaradıcılıqları üstü, kreativlik səriştələri var. Bax, bu yaradıcı uşaqlardır. İndi baxırsan, sən də yəni uşaqlar bu taksonomik feillərin əhəmiyyətinə və vacibliyinə diqqət edirsənsə və həqiqətən bugün onun təhsildə yerini doğru qəbul edirsənsə, deməli sən artıq fəaliyyətlərdə fərdiliyin nə olduğunu bilirsən. Yox, əgər hələ də biz fərdiliyi önəmsəmiriksə, deməli hələ də Bloom taksonomiyasının əhəmiyyətinin fərqində deyilik. Və indi baxırıq məsələyə. Məsələ nədir müəllimlər? Məsələ budur ki, mən Bloom taksonomiyasını tətbiq edirəm, düzdür? Mən indi sualları verəndə, bu bayaq hara getdim, dedim plus qoyacam ora, unutmamaq üçün. Bax, bura təfəkkür məsələsinə. Axı, Bloom taksonomiyası desəm ki, Vygotsky ilə bağlıdır, yoxsa Piaget ilə bağlıdır? Cavab götürəcəksiniz ki, bu Piaget ilə bağlıdır. Çünki Vygotsky ilə bağlı ola bilməz. Axı, idrakın aşağı təfəkkür və yuxarı təfəkkür, orada bir söz var, təfəkkür. Yəni, təfəkkür deyilən şey ağızla olmur, axı, beyinlə olur, düzdür? Nitq olsaydı, söhbət olsaydı, danışmaq olsaydı, ünsiyyət olsaydı, get Vygotsky götür, o sosialdır. Amma bu nədir? Bu zehinsel bir fəaliyyətdir. Deməli, bu təfəkkürdür. Təfəkkür Piaget ilə bağlıdır. İndi burada nə deyir? Deyir ki, tənqidi təfəkkür və məntiqi ardıcılığı inkişaf etdirir və sualların qoyuluşu necə olmalıdır? Suallar, bax, burada çox gözəl tələbi verib. Deyir, suallar tənqidi təfəkkürün inkişafına yönəlməli, məntiqi ardıcılıq gözlənilməli, mövzu və məzmunun bilavasitə əlaqə olmalıdır. Məntiqi ardıcılığı gözləyirəm. Birinci sual verirəm, xatırlamağa aid. Deyirəm ki, məsələn, filan personaj kim idi? Xatırlayır da, kim, nə, hara suallarına cavab verirsə, hafizədir. Hafizə xatırlamadır. Aşağı təfəkkürün Bloom taksonomiyasının birinci mərhələ addımıdır. Sonra keçirəm ikinci tip suala. Deyirəm ki,
Məsələn, iki personaj verirəm. Deyirəm, onların ortaq cəhəti nə idi? Uşaq da deyəcək ki, müsbət davranış göstərirdi. Aha, doğru addım atırdı, icazə alırdı, qorxmurdu, cəsur idi. Deməli, anlayır. Anlama sualına keçdim. Sonra tətbiq etmə. Deyirəm ki, səncə o, məsələn, sən olsaydın, bu fəaliyyəti onun kimi tətbiq edərdinmi və yaxud onun kimi oynayardınmı, onun kimi icra eləyərdinmi? Uşaq baxırsan ki, özünü onun yerinə qoyur. Və əgər əgər doğrudan da həmin personajın atdığı addımı təsdiqləyirsə, həmən də onun kimi eləyərdim. Deməli, artıq o tətbiq etməyi bacarır. Ya doğru tətbiq edəcək, ya da yanlış. Əgər yanlış tətbiq edirsə, hələ də anlama səviyyəsində qalıb. Deməli ki, hələ tətbiq etməyə gəlib çatmayıb. Yox, əgər görsəz ki, artıq o tətbiq etmə səviyyəsində ünvanlanan suala doğru cavab verir, artıq keçirsiniz yavaş-yavaş tənqidə doğru, yəni yuxarı təfəkkürə doğru. Deyirəm ki, onun ən yaxşı xüsusiyyəti nə idi? Artıq onun 5 dənə əsas xüsusiyyəti varsa, onun ən yaxşılarını seçirsə təhlil eləyir. Sonra deyirəm ki, görün bəli, təhlilin də suallarına qəşəng cavab verir. Keçirəm dəyərləndirməyə doğru sual. Deyirəm, bəs yaxşı, digər obraza necə münasibət göstərərdin? Sonra artıq görürəm, bunu da qəşəng cavablayır, yaradıcı suala keçirəm. Deyirəm ki, biz bu personajın hərəkətlərini indiyə qədər öyrəndiyimiz personajın hansı hərəkətini gətirib bunun yerinə qoyardıq? Və yaxud səncə fərqli bir situasiya yaradırıq. Deyirik, bax, bu situasiya bu cür baş versəydi, hadisə necə irəliləyərdi? Mən neynədim? Mən sualı məntiqdən tənqidə doğru apardım. Düzdürmü? Məntiqdən tənqid o deməkdir ki, sadədən mürəkkəbə. Birbaşa demədim ki, münasibət bildir. Birbaşa demədim yerinə yetir. Sadədən mürəkkəbə. Bax, bu sualların təfəkkür quruluşu o deməkdir. Tələb o deməkdir. Gəldik, keçdik söz assosiasiyası. Söz assosiasiyasında bilirsiniz ki, müəllimə mövzunu keçməzdən əvvəl sualı ünvanlayır. Mövzunu keçib bitirdikdən sonra uşağın nə dərəcə cavab verdiyini aydınlaşdırmağa çalışır. Söz assosiasiyasının açar sözü nədir? Mövzunun öyrənilməsinə başlamazdan əvvəl uşaqların həmin mövzu haqqında nə bilib, nə bilmədiyini aydınlaşdırır. Düzdür? Aydınlaşdırmaq məqsədi daşıyır. Yəni, görüm ilk olaraq nə bilirsən? Necə ki, deyək ki, biz bu günləri bir müəllim götürək işə, birinci olaraq onun mövcud vəziyyətini müəyyən edirik ki, görək nə bilir, nə bilmir, düzdür? Ondan sonra o təlimində artıq nə qədər uğurludur, sonda nəticələrini testlə yoxlayırıq, düzdür? Bu da tərbiyəçinin özünə məxsus apardığı bir strategiyadır ki, görüm uşaq nə bilir, nə bilmir. Diaqnostik məqsədi ilə də ona görə aparıla bilər söz assosiasiyası ki, müəllimə ilk gələn uşağın ilkin olaraq nə bildiyini aydınlaşdırmağa çalışar. Mahiyyəti nədir? Tərbiyəçi müəllim mövzunun məğzini ifadə edən əsas sözü uşaqlara təklif edir və həmin sözlə bağlı assosiativ şəkildə xatırladıqları ilk sözləri deyirlər. Müəllimlər, bu söz assosiasiyasının indi klasterlə çox qəşəng əlaqələndirib yeniliklər. Biz klasterlə onun fərqinə baxacağıq. Çünki yəni elə olacaq ki, hətta baxıb deyəcəksiniz ki, görürsən bu klasterdir, amma klaster olmayacaq, söz assosiasiyası olacaq. Ya da olacaq ki, biləcəksiniz söz assosiasiyasıdır, amma cavab çıxacaq klaster. Yəni bildiyiniz bu iki iş üsulunun çox dərin əlaqəsini veriblər. Buna baxacağıq. Əhəmiyyəti nədir? Bu üsul müəllimə məşğələdə əldə edilən nəticələri müqayisəli qiymətləndirməyə və uşağın təlim prosesində öz inkişaf dinamikasını dərk etməyə imkan verir. Müəllimlər, biz baxaq deyərik. Məqsəd nədir? Uşağın ilkin olaraq nə bildiyini müəyyənləşdirir, yeni biliyi şuurlu şəkildə mənimsədiyini izləyə bilirik, təfəkkür və nitq aktivliyini stimullaşdırır. Biz bunu qeyd etdik ki, elə videoda da demişik ki, söz assosiasiyası uşağın nəinki təfəkkür bazasını, nitq bazasında yoxlayır. Məsələn, nitq hissəsi Vygotsky olacaq, təfəkkür hissəsi Piaget olacaq. Ausubla görə nədir bu? Bu mövcud bilikləri əlaqələndirir. Çünki Ausubl bildirir ki, təlim prosesi o zaman təlim olur ki, məşğələ inteqrasiya imkanlarına sahib olur. Əgər bir prosesdə inteqrasiyanı görmürüksə, o zaman mövcud biliklər elə mövcud olaraq da qalacaq, sabah artıq o unudulmuş olacaq. Ona görə də biz Ausubl-ın yanaşmasını burada söz assosiasiyasında harda görəcəyik? Mövcud biliyi əlaqələndirməkdə. Yəni sizə desələr ki, Ausubl yanaşmasına görə verilən fəaliyyətdən biri doğrudur, cavabı nə götürürük? Cavabı söz assosiasiyasının açar sözü olan əlaqələndirmə görürük. Mövcud biliyi əlaqələndirmə.
Mövcud xətləri əlaqələndirmə olacaq klaster. Xətləri əlaqələndiririksə klaster, mövcud biliyi məsələn, indiyə qədər biz əlaqələndirmə sözünü xüsusən klasterdə öyrənmişik də. Yəni əlaqəli xətlər belə deyirik də. Amma burada artıq mövcud biliyi əlaqələndirmə inteqrasiya sözünü harda görəcəyik? Yeganə iş üsulu olan söz assosiasiyasında. Sonra Vygotsky'yə görə söz assosiasiyası uşağın nitqini inkişaf etdirir və təfəkkür dinamikasını aktivləşdirir. Daxili nitq nə deməkdir müəllimlər? Daxili nitq uşağın deyək ki, hər hansısa bir sözü müəllimə sual verirsə, ilkin olaraq cavablamaq üçün fikirləşir və deyir. Yəni öz-özünə deyir. Yəni burada nitq məsələsi önəmlidir və nitqdən qaynaqlanan təfəkkür dinamikası. Çünki Vygotsky'yə görə ilk öncə nitq gəlir, sonra təfəkkür. Piaget'ə görə birinci təfəkkür, ikinci nitq. Axı Piaget təfəkkür nəzəriyyəsidir. Gəldik metakognitiv inkişaf. Metakognitiv inkişaf klasterdə də verilib. Dolayısı yolla metakognitiv inkişaf klasterdə verilib, dolayısı yolla. Amma burada da birbaşa verilib. Sizə sual verirsə ki, o hansı iş üsuludur, xüsusilə metakognitiv biliyi stimullaşdırır? Cavabı götürürük. Kim? Kim yox, nə? Söz assosiasiyası. Gəlin baxaq görək metakognitiv nə deməkdir? Metakognitiv bilik insanın özü haqqında olan biliyə metakognitiv bilik deyilir. Ümumiyyətlə bir çox bilik növü var. Əsasən faktoloji bilik, konseptual bilik, metakognitiv və prosedural bilik var. Mən bunu söz olsun deyə deyirəm sadəcə olaraq, biliyiniz olsun deyə. Məsələn, faktoloji bilik odur ki, faktlara istinad edir, sadəcə xatırlamağa aiddir, kim nə hara suallarına cavab verir. Məsələn, deyirəm, Piaget kimdir? Faktoloji bilikdir. Vygotsky kimdir? Faktoloji bilikdir. Klaster nədir? Faktoloji bilikdir. Amma konseptual bilik anlamağa uyğun gəlir. Məsələn, deyirəm, Vygotsky ilə Piagetin fərqi nədir? Və yaxud sual verirəm ki, Piagetin nəzəriyyəsinin əsas məzmunu nədən ibarətdir? Yəni, anlayacaqsansa cavab verə biləcəksən. Orada kim, nə, hara, yox, niyə, nəyə görə, nə səbəbə sualları. Yəni, bir növ aydınlaşdırıcı suallar verilirsə, bu konseptual bilikdir. Ardıcıllıq, necə proses davam edir? Addımlar, zəncirvarilik, alqoritm varsa proseduraldır. Məsələn, deyirəm ki, birinci mağazaya getdim, ərzaq aldım, gəldim, yemək bişirdim. Bu prosedural bilikdir. Məsələn, riyaziyyatı həll edəndə bir proses gedir, prosedurallıq var. Amma metakognitiv bilik insanın özü haqqında olan informasiyaya metakognitiv bilik deyilir. Yəni, bu 4 biliyin növü də əslində burada adı çəkilib. Bu metakognitiv inkişaf nəzəriyyəsi uşaqların xüsusilə refleksiv sual yolu ilə fərdi imkanlarına sirayət eləyən. Desəniz ki, müəllim, metakognitiv bilik daha çox Piaget ilə bağlıdır, yoxsa Vygotsky ilə? Cavab olacaq Piaget. Çünki metakognitivdə öz sözü var, həmişə. Necə refleksiyada özünün nə bilib bilmədiyini aydınlaşdırır, düzdür, müəllimə sual verir və bir növ təlim prosesini güzgü salır, uşaq özünü görə bilir. Eləcə də metakognitiv bilikdə uşaq özünü görə bilir. Aydın oldu. Uşaqlar söz ehtiyatını aktiv şəkildə genişləndirir. Çünki axı bunun adı söz assosiasiyasıdır. Söz assosiasiyası olsun, söz ehtiyatı zəif mi qalsın? Yəni, məsələn, bunu nağıl etmədə xüsusilə vurğulayırdıq biz lüğət ehtiyatının zənginləşməsi. Orada lüğət ehtiyatı deyirik. Burada söz ehtiyatı aktiv genişlənir deyirik. Bu da diqqətinizdə olsun. Asosiyativ düşünür. Asosiyativ düşünmə simvolik düşüncə mərhələsinə uyğundur. 4-6 yaşda bu xüsusilə vurğulanır. Xatırlama deməkdir. Yəni, bir növ təsəvvür eləyir də, belə. Asosiyativ düşünmə xatırlama sözünün mənasıdır. Mənası xatırlama deməkdir. Yəni, simvolik düşüncə də ona görə deyir ki, bunu əyani yox da, simvolik təsəvvüründə canlandırır. Uşaqlar şifahi ifadə ilə öz fikirlərini sərbəst paylaşır, fərdi, yaradıcı və refleksiv düşünmə imkanı verir. Müəllimlər, refleksiv sual nə deməkdir? Öz sözü deməkdir də, yəni özü düşünə bilir. Ümumiyyətlə, şifahi sorğudur, müsahibədir, söz assosiasiyasıdır. Bunların ortaq cəhəti refleksiv sualın verilməsidir. Şifahi sorğu, bunların ortaq cəhəti özünə verilməsidir. Metakognitiv biliyin, müsahibənin ortaq cəhəti refleksiv sualın verilməsidir. Bir də deyirəm, söz assosiasiyasıdır, refleksiv sualdır, müsahibədir, şifahi sorğudur. Bu fərdi cavabın verilməsidir, fərdi olur. Amma müsahibədir, refleksiv sualdır, metakognitiv bilikdir. Burada xüsusilə öz sualı verilir, yəni özü ilə bağlı olur və refleksiv sual imkanlarına
malik olur. Yəni müsahibədə də refleksiv sual verirsən, metakognitivdə də refleksiv sual verirsən, reflektiv düşünmənin özündə də refleksiv sual verirsən. Yəni refleksiv sual da deməkdir ki, biz uşağa demirik ki, məsələn, Tıq-tıq xanım kimdir, qoğal kimdir, belə sual vermirik. Deyirik ki, nə sənə çətin gəldi, onun öyrənməsinə bağlı, nə sənə maraqlıdır, nə sənə qaranlıqdır, sən olsan bunu təkrarlamaq istəyərdinmi? Yəni şəxsi subyektiv fikrinə istinad edir də. Necə ki, müsahibədə deyirdik ki, uşağın şəxsi fikirləri önəmlidir, düzdür? Yəni orada müəllimə deyə bilməzdi, niyə, nəyə görə, nə üçün günahlandıra bilməzdi. Eyni yəni refleksiv sual bu deməkdir ki, biz müsahibəni necə aparırdıqsa, refleksiv sualı məşğələ prosesinin hər məşğələdən sonra mütləq aparılmalıdır. Bu metakognitiv biliyi stimullaşdırır. Yəni metakognitiv bərabərdir, refleksiv sual bərabərdir, özünü qiymətləndirmə bərabərdir, özünə tənqidi yanaşma bərabərdir, özünün güclü zəif tərəflərini aşkara çıxarma. Nağıl etməni də slayda, video dərsə baxmısınızsa bilirsiniz. Əsas açar sözü nədir? Ötürmə, dinləmə, anlama bacarıqları yaradır, məzmun zənginləşir. Bax, mövzu və məzmun əlaqəli olur, suallar iş üsulu. Bax, burada biz onu harada dedik? Diqqət edək. Bax, mövzu və məzmun əlaqəli olur. Fikir verirsiniz, bura diqqətli olaq. Mövzu və məzmun əlaqəlidir. Əlaqəlidir. Suallar iş üsulu. Amma məzmun zənginləşir və tamamlanır mövzu ilə, bu nağıl etməyə aiddir. Müəllim məlumatı ötürür, suallar verir, vizual, yəni mimika, jestlər, ümumiyyətlə mimika, jest iki iş üsulundadır. Dinləmə prosesi zamanı və ya məlumatın ötürülməsi zamanı jest və mimikanın müşahidəsi varsa, bu nağıl etmədir. Rollu oyun zamanı mimika və jest, yəni səhnə canlandırılması zamanı mimika, jest, pantomimlərdən istifadə varsa, bu rollu oyundur. 10-15 dəqiqə ərzində aparılır, məqsəd və vəzifələr dəqiq müəyyənləşir, zaman ardıcıllığı gözlənir, süjetli şəkillərdən istifadə var, digər əyani texniki təchizatlar da vardır burada. Gəldik tap-tapmaca iş üsulu, burada da çox yenilik yoxdur, elə olduğu kimi qalır. Oyun tapmaca formasındadır, yüksək fəallıq yaradır. Məsələn, əyləncəli iş üsulu deyilirdi. Bir burada o xüsusiyyət var. Əylənmə sözü verilib klasterə. Məsələn, biz deyirdik ki, yüksək fəallıq qalır, amma əylənmək sözü klasterdə xüsusilə vurğulanıb. Amma halbuki tap-tapmacada xüsusən vurğulanmışdı. İndi klasterdə vurğulanıb. Açar sözü elə əsas açar sözdür. Daha sonra deməli, mahiyyəti daşıyan anlayışlı şəkil yapışdırılır bildiyiniz kimi və kartın şəkil olmayan tərəfi uşaqlara tərəf asılır, yəni gizlədilir. Gizlədilmiş anlayışdır. 2-3 yönəldici söz sadalanır. Kartın ətrafında həmin anlayışı açan şəkillər yapışdırılır. Lövbəyə kartın yanında həmin anlayışa aid şəkillər yerləşdirilir. Bu da eyni, yəni gizlədilmiş anlayışdır. Xüsusiyyətlər sadalanır. Uşaqlar öz fərziyyələrini deyir. Kartı çevirir, doğru cavab göstərilir. Anlayışı düzgün tapan fəal uşaq qeyd olunur və çətinlik çəkənlərə fikirlərini əsaslandırmaq üçün imkan yaradılır. Yəni eyni qalıb. Bir dənə əyləndirmə sözü istisna. Gəldik, keçdik müzakirəyə. Əslində müzakirədə biraz genişlənib. Müzakirədə böyük bir şey yoxdur. Olduğu kimi qalır, amma çox qəşəngdə maraqlı məsələlər var. Yəni, əslində bugün bilməli olduğumuz məsələlər var. Müzakirədə müəllimlər ideya toplanır, yox, ideya, təhlil, təəssürat mübadiləsi gedir. Yəni, birini səndə, birini mən deyim. Müzakirədə nə lazımdır? Xüsusən Vygotsky nəzəriyyəsi qorunur. Çünki orada birini sən deyirsən, birini mən deyirəm, qarşılıqlı söhbət, dialoq budur. Məqsəd və funksiyalar problemi təhlil edərək həll yolunu tapmaq, ünsiyyət bacarığı, replikalar açar sözüdür, nitqdir, buna diqqət edirik. Müzakirə qaydaları əvvəlcədən deyilir, çünki biz bilirsiniz ki, uşaqlarda dinləyib anlama bacarıqlarını hələ də tam formalaşmaya bilir. Düzdür, formalaşmalıdır, amma formalaşmaya bilir. Çünki özləri ilə danışmaq istəyir, qarşıdakını dinləmək istəmir və bu da onların fəal dinləyici bacarıqlarının hələ formalaşmadığı mənasına gəlir, çıxır. Yəni, əsas odur ki, mən öz fikrimi deyim də, yəni o prizmada olurlar, mən deyim düşüncəsində. Və mən deyim olduğu təqdirdə nə baş verir? Qarşı tərəfi dinləməmək. Onda nə edirik?
prosedur tətbiq edirik. Prosedur nədir? Müzakirə proseduru. Qarşıdakının fikrini dinləyirik, öz fikrimizi daha sonra deyirik və yaxud sözümüz olanda əlimizi qaldırırıq, fikrimizi deyirik, qarşı tərəfi dinləyirik. Bu müəllimənin ehtiyac gördüyü formada tətbiq olunmalıdır. Yəni eynidir. Daha sonra müzakirə iş üsulunun müəllimlər açar sözlərini nə ilə yadda saxlayın? Dərk etmə mərhələsinin açar sözləri. Necə ki, motivasiyanın açar sözləri əqli hücumdadır, dərk etmənin də açar sözləri ilə bu müzakirədə qalmaqda davam edir. Müzakirələri qaydalar əvvəlcədən deyildi. Açıq suallar. Burada xüsusən önəmli diqqət edirik. Qapalı suallar məqsədə uyğun deyil. Qapalı sual nədir? Bir cavabı olan suala qapalı sual deyilir. Bir neçə cavabı olan suala açıq sual deyilir. Məsələn, xatırlama, yəni hafizə psixoprosesinə yönələn suallar, yada salma və yadda saxlamanı aktivləşdirən suallar qapalı suallardır. Anlama, tətbiq, dəyərləndirmə, təhlil, yaratma sualları isə açıq suallar olaraq dəyərləndirilir. Məsələn, sual verəndə ki, Tıq-tıq xanım kimidir, o hara getdi, o nə etdi? Bunlar hafizəyə yönəldiyi üçün qapalı suallardır. Amma niyə görə, nə səbəbə, nə üçün kimi suallar veririksə, bunlar açıq suallardır. Burada verilən nümunələr də var. Nə baş verdi, nə üçün baş verdi, başqa cür ola bilərdimi? Məsələn, başqa cür ola bilərdimi? Təxəyyülə yönələn sualdır. Amma nə üçün baş verdi, niyə baş verdi? Bu artıq anlamaq feilini, taksonomik feilini yoxlayan suallardır. Obraz nə hiss etdi? Bu dəyərləndirməyə aid olan sualdır. Əlaqələndirici suallar iş üsulunun əlaqələndirici suallar növünə aiddir. Bu düzgündürmü? Uşaq münasibət bildirir deyə. Bu da yenə dəyərləndirmə taksonomiyasına aid olan bir sualdır. Əsasən böyük və məktəbə hazırlıq qruplarında istifadə olunur. Real situasiyada tətbiq olunur ki, uşaq problemi real hiss etsin deyə. Cavabları da real əsaslandırılmış və maraq doğurucu cavabları olsun. Dinləmə, söz kəsməmə, qaydaların izahı o əsas məsələlərdən biridir. Fəal müzakirə, sual-cavab, qrup işi, fikir mübadiləsində istifadə olunur. Qeyd edim ki, qrup işində də bu 54 səhifəlik PDF-də qeyd olunmuyub, amma yenilikdə xüsusilə qeyd olunur ki, biz qrup işlərinin də davamını müzakirə iş üsulu ilə verə bilirik. Yəni qrup işi zamanı da müzakirəni verə bilirik. Fikirlərin paylaşılması, əsaslandırma, səbəb-nəticə əlaqəsi, münasibət bildirmə, nəticə və ümumiləşdirmələr var, yəni yekun fikrimiz var, açıq suallar var, qərarlar var. Vygotsky'yə görə sosial ünsiyyətdir, Piaget'ə görə təcrübə yolu ilə öyrənmə, yəni təhlil. Yəni faktı sən gətirirsənsə, düşünürsənsə, səbəb-nəticə əlaqələrini müəyyənləşdirirsənsə, beynində analizlər qurursansa, bu sənin Piaget tərəflərindir. Yəni müzakirənin Piaget'ni cəlb edən tərəfləridir. Lakin Vygotsky'dirsə sən danışırsan, söhbət edirsən, ünsiyyət qurursan, mən deyim deyirsən, qarşılıqlı əlaqədə olursan, fikir mübadiləsi qurursan, ideya mübadiləsində olursan, artıq danışırsan. Danışdığın tərəflər və yaxud yoldaşına fikrini dinlədiyin tərəflər Vygotsky'nin sosial ünsiyyət nəzəriyyəsinə qeyddir. Bloom'un idrak taksonomiyası səviyyələri yenə də qorunmaqdadır, diqqət edirik. Necə ki, suallar iş üsulunda sadədən mürəkkəbə, burada da yenə suallar elə bir formada olmalıdır ki, Bloom taksonomiyası diqqət mərkəzində olmalıdır. Sən açıq suallar verirsən, açıq sual verməsi üçün Bloom taksonomiyasına diqqət etməsən, gedib qapalı sual vermiş olacaqsan, o mənadadır. Sosial konstruktivizm xüsusən vurgulanır, birgə öyrənmə. 4-6 yaş uşaqlar üçün 4-6 yaş uşaqlar üçün xüsusən əhəmiyyətlidir. Səslərə diqqət edin. Məndən nə burada ola bilər? Burada fikrini ifadə çətinliyi ola bilər. Yəni, bunun mənfi tərəfləri, yəni çatışmayan tərəfləri nə ola bilər? Natamam nitq ola bilər, məntiq zəifliyi ola bilər, yarımçıq cavab ola bilər, passivliyi ola bilər, emosional həssaslıq, qarşıdakının cavabı onu əsəbləşdirib ağlaya bilər, küsə bilər, qarşı dura bilər. Yəni, emosional həssaslıq qorunmalıdır bu iş üsulunda. Əxlaqi qarışıqlıq yarana bilər, diqqət problemi yarana bilər. Əxlaqi qarışıqlıq belə ki, yaxşı, pis, məsələn, deyək ki, bir rolun müsbət mənfi tərəfindən danışırıqsa, uşaq onu yanlış anlayıb, onun mənfi tərəfləri onun üçün bir modelləşə bilər. Bu onun mənfi tərəfidir. Yəni, yanlış model riski yaradıla bilər qısası.
Diqqət problemi ola bilər, söhbət uzanar, uşaq əsəbləşər, dinləməz, başqa şeyə yönələ bilər. Yəni uşaqlar uzun danışığı sevmədiyi üçün onların bədən hərəkətlərinin tələbatından qaynaqlanan, yəni fiziki hərəkət ehtiyaclarından qaynaqlanan diqqət yayınması halları müşahidə oluna bilər. Digər mövzusu ola bilər ki, bərabər iştirak problemi yarana bilər. Yəni aktivlər daha çox danışar, passivlər isə geri qalar, çəkinər. Müəllimə diqqət etsin ki, hamının bərabər iştirakını təmin edə bilsin. Yəni necə ki IQ cəhətdən paralelliyi qoruyub Bloom taksonomiyasını tətbiq edirik, emosional cəhətdən də bərabərliyi qoruyub introvert, yəni özünə qapanıqlı uşaqlarla ekstravert, yəni şəxslərarası münasibəti rahatlıqla quran sosial ünsiyyət tipli uşaqlarla biz sosiallığı qoruyaq. Bunun üçün müəllimə nə etsin? Müəllimə gözləmə vaxtı tətbiq etsin. Yəni hər kəsin cavabı verməsi üçün gözləsin. Gözləmək vaxtı aparmır, 30 saniyə uşaqları gözləmək üçün tələb olunan bir müddətdir. Bu zaman sosial uşaqlar tez cavab verir, amma səhv cavab vermə riskləri olur. Müəllimə gözləmə vaxtı verərək onların öz versiyalarını, variantlarını təhlil etməsi üçün, beyinlərində analiz etmələri üçün onlara da bir fürsət tanımış olur. Eləcə də asosial uşaqlar gec cavab verir, amma düz cavab verir. Müəllimə onların da fikrini ifadə etməsi üçün zaman tanımış olur və beləliklə emosional intellektlər burada da yenə qorunmuş olur bərabər şəkildə. Gəldik şaxələndirmə üsulu. Şaxələndirmə klasterdir. Klasterdə bildiyiniz kimi müəllimə dairə xətti çəkir, əlaqəli xəttlər birləşdirilir. Həmin sözlər sadalanana qədər davam edir. Yəni dairələr birləşir. Məsələn, deyək ki, bir inək şəklidir. İnəklə əlaqəli süddür. Südlə əlaqəli nə ola bilər? Biri deyəcək pendir, pendir çəkəcək, nə ayran deyəcək, ayrandan nə yaranır, insanlar onu deyəcək, içəcək. Bəs pendir necə istifadə olunur və yaxud süddən nələr başqa yarana bilər? Yəni klaster davam edərsə edər. Mərkəzə yapışdırılmış şəkildən başlayaraq növbəti şəkil onunla əlaqəli xəttlərlə birləşdirilir. Məşğələnin sonunda alınan şaxələndirməyə əsasən ümumiləşdirmə aparılır. Bu üsuldan daha çox məktəbə hazırlıq qruplarında istifadə oluna bilir. Biz dedik ki, müzakirə iş üsulu daha çox böyük və məktəbə hazırlıq qrupu. Amma gördüyünüz kimi klasterdən daha çox, yəni şaxələndirmədən daha çox məktəbə hazırlıq qrupunda istifadəsi bildirilir. Daha sonra nə deyə bilərik? Söz assosiasiyasına fərqi nə oldu? Mövcud biliklə əlaqələndirilirsə bu söz assosiasiyası, şəkillə əlaqələndirilirsə bu şaxələndirmə oldu. Əyləncəli öyrənmə üsulu, bax xüsusilə burada vurğuladıq. Dedik ki, biz tapmaca, yüksək fəallıq və əyləncəlidir. Bu 54 səhifəlik PDF-də xüsusən qeyd olunur. Yəni o da dövlətin PDF-sidir, ona görə adını xüsusi şəkildə çəkirəm. Yəni rəsmi mənbələr bizim üçün əsas sayılır. Burada da gördüyünüz kimi əyləncəli öyrənmə üsulu, şaxələndirmə yeniliyimizdə xüsusi şəkildə qeyd olunub və vurğulayır ki, klasterdə yaradıcılıq da var. Yəni yaradıcılıq da dəstəklənir. Aydın oldu, klasterdə idrak olduğu qədər yaradıcılıq da dəstəklənir. Beyin asosiyativ düşünür. Bax bu gəldi, çıxdı bura. Asosiyativ düşünmə söz assosiasiyasıdır. Beynin asosiyativ düşünüb analitik təhlil etməsi klasterdir. Bax bu xüsusilə yeniliklərimizdəndir. Beynin asosiyativ düşünməsi olacaq klaster. Söz assosiasiyasında isə uşaq sadəcə olaraq asosiyativ düşündüyünü sadalayır. Yəni bir növ orada nitqin təzahürünü görəcəyik. Xüsusilə nitq əsas sayılmış olacaq. Daha sonra nə deyə bilərik? Məsələn, orada belə də deyə bilər də müəllimlər. Məsələn, deyəcək uşaq asosiyativ düşünür və yaxud asosiyativ xatırladığı sözləri deyir. Orada asosiyativ xatırladığı sözündən də tuta bilərsiniz ki, xatırlama söz asosiasiyasıdır. Amma düşünmə beyin də vurğulanır da xüsusilə. Bu olacaq şaxələndirmə. Amma düşünürəm ki, elə sırf elə verməz. Asosiyativ xatırlamaqla asosiyativ düşünmək kimi verməz. Sadəcə göz yaddaşınıza saxlayın hər ehtimala. Düşünürəm ki, yanında köməkçi bir fikirlər də veriləcək. Məsələn, belə bir şey deyək. Uşaq asosiyativ xatırlayır və nitq aktivliyi stimullaşır. Onda söz asosiasiyası götürürük. Amma beyin asosiyativ düşünür və analitik bacarıq yaranır.
Bu şaxələndirmədir və düşünürəm ki, yaradıcı sözü xüsusilə klasterdə yeni metodda vurğulanır, amma söz assosiasiyasında yaradıcı deyilən bir söz yoxdur. Burada yaradıcılıq xüsusilə vurğulanıb. Bizim köhnə PDF-lərimizdə yaradıcılıq xüsusilə rollu oyunda vurğulanırdı. Amma burada artıq klasterdə bir neçə yerdə artıq görürük bunu. Uşaqlar mövzu və düşüncələrini forma və xətlərlə ifadə etməyə öyrənirlər. Mərkəzə yerləşdirilmiş şəkil uşaqların diqqətini cəmləşdirərək əsas fikri genişləndirməyə, geniş spektr fikrin genişləndirilməsi. Məsələn, baxın, fikir genişləndirilməsi məzmun etibarilə müzakirədə də var. Amma xüsusi söz kimi geniş sözü bir dənə şaxələnmədə yazılıb. Yəni, müzakirədə geniş sözü yoxdur. Şaxələnmədə yazılıb. Amma söhbətin genişlənməsi desə, əzbərçinin qarşısını almaq üçün belə bir şey də verə bilər bizə qəbulda. Ki, söhbət genişlənir. Söhbəti da şaxələndirməyə götürmürük. Söhbət genişlənir müzakirədə. Çünki geniş spektrli bir sual qoyulur. Açıq sual. Amma fikir genişlənir, klasterin xüsusilə Piaget ilə əlaqələndirilməsi yadınızdan çıxmasın. Düzdür, xüsusən Piaget-ni verməyib ki, Piaget də belə cürdür. Amma siz özünüz artıq bunu digər üsullardan tutmuş məntiqlə əlaqələndirin ki, klaster zehinsel bir fəaliyyətdir. Ona görə analitika, beyin, fikir genişlənməsi və diqqəti cəmləyərək genişləndirməyə nail olmaq, ideyalar ətrafında fikir genişlənməsi olacaq şaxələnmə. Qeyd edeyim ki, müzakirədə ideya mübadiləsidir, əqli hücumda ideyaların toplanmasıdır. Burada isə ideyanın fikrinin genişləndirilməsidir. Buna da diqqət edərik. Şəkillər arasında müqayisə ümumiləşdirmə bacarığı və uşaq öz düşüncə prosesini müşahidə edib qiymətləndirir. Rollu oyunda olduğu kimi qalmaqdadır müəllimlər. Real vəziyyət, müxtəlif nöqteyi nəzərdən yanaşmaq, iştirakçının təcrübəsi, rola girmə, mövcud vəziyyət, real situasiyada diqqət edirik buna. Real situasiya rollu oyunlarda əsas açar sözdür. Bir də problemli vəziyyətdə müəllim real bir situasiya yaradır ki, uşaq o problemin həllində özünü görə bilsin. Aydın oldu. Real problemlərin təsviri olan işçi vərəqləri deyə bilər. Real problemin həlli olan işçi vərəqi olacaq problemli vəziyyət. Amma biri də var ki, məsələn, yoxlayıcı suallarda verə bilər ki, o hansı iş üsuludur ki, müəllim uşağın real situasiyada özünü necə hiss edir, onu cavablarına əsasən təyin edir. Onda bunu biz yoxlayıcı sual kimi suallar üsulunda görə bilərik. Yəni, buna da diqqət edin. Yəni, sualın verilmə tərzi var da, sualın qoyuluşu bizi doğru ünvana apara bilər. Rolların bölüşdürülməsi, dekorasiya qurma bu səhnəciklərdir, yeni epizodlar əlavə etmə, sual vermə və istiqamətləndirmə yolu ilə oyunun inkişafı, hisslərin paylaşılması və metakognitiv. Müəllimlər, metakognitiv düşünmə bir də burada verilib, buna da diqqət edin. Bir dənə səsləri bağlayın, zəhmət olmasa. Səsləri bağlayın, axı bu dərsdə təkrar qulaq asacaqsınız. Müəllimlər. Aynur Talıbova. Hamısını atacağım müəllimələr. Bunun yeniliyinin PDF-sini atacağım. Müəllimlər, metakognitiv bacarıqlara bir dənə zəhmət olmasa fikir verin. Metakognitiv düşünmə bacarığı 3 dənə iş üsulunda xüsusilə vurğulandı. Söz assosiasiyası birə-birdir. Basit desəm ki, hansı iş üsulu metakognitiv düşünməni birləşdirir? Bu söz assosiasiyasıdır. Desəm ki, metakognitiv düşünməyə imkan yaradır, hisslər paylaşılır, bu sujetli rol oyundur. Bir də metakognitiv bacarıq klasterdə dolayı yolla vurğulanıb. Uşaq öz düşüncələrini dolayı yolla paylaşır. Amma dolayı olmadan birbaşa metakognitiv bilik olacaq söz assosiasiyası. Deməli, müəllimlər, niyə belə çətinləşib? Gəlin belə bir şey deyim. Həqiqətən, bax, sizə, yəni səmimiyyətimlə deyirəm də, elə bilməyin ki, sizə motivasiya verirəm falan filan. Yox, qəti şəkildə motivasiya deyil, səmimi şəkildə. Yəni, elə bilin ki, mən də bir işə qəbula verən bir tərbiyəçi kimi özümü o yerə qoyub deyirəm. İnanın ki, qəbulda ola biləcək sürpriz suallar aradan qalxır.
Yəni bildiyiniz, bir var ki, gedib qəbulda görəsən ki, metakognitiv sözünü normalda görə bilərsiniz. Heç bir çərçivədə metakognitiv sözü keçmir. Gedib qəbulda qəfil metakognitiv görürsən, fen müəllimləri necədir? 5 dənə sualları tam qəbula düşür, sonra çıxır da, çərçivələrində yenilənir. Qəbula düşməsə çərçivələri yenilənmir. Məsələn, gedib Şahanə müəllimə, axşamınız xeyir. Məqsəd nə idi görən bu qədər qəlizləşdirməkdə? Məqsəd nədir? Məqsəd inkişafdır. Məqsəd inkişafdır. Bu inkişafı verir, sonra təzədən inkişaf eləyək. İmtahanı verməmiş. Hə, mən imtahanı verməmiş niyə görədir? Əslində müəllimələr, yəni mən belə deyim də, bu səmimi deyirəm, mən bəlkə də məni qınayarsınız. Mən bu aydınlaşdırıcı fikirlərə çox ehtiyacım var idi və mən düşünürdüm ki, tərbiyəçilər üçün heç bir material, rəsmi mənbə yox, yəni hərə bir istədiyi kimi kefinlə izah eləyir. Bilirsiniz, mənim üçün bu nə qədər çətindir? Mənim müdavimimdir, mənim dərsimə nə olsun qoşulur? Gedir başqa bir təlimçinin ödənişsiz dərsinə qoşulur, səhv izahına baxır, təsirə düşür. Təsirə düşür ki, ha, bu görəsən belədir, Şahanə müəllimə belə demişdi. Mən artıq nə edirəm? Mən həmin müəllimə aydınlaşdırıcı heç bir izah vermirəm. Sadəcə olaraq ürəyimdə düşünürəm ki, bu istərsəniz müdavimi təsirə salır. Yəni o izahlar artıq məhv olur. Yəni kim kefim belə istəyir, belə izah edirəm söhbəti yoxdur. Bu belədir, konkretdir, ifso. Bunu sən dəyişə bilmərsən. Savadı çatan da, o təfəkkürü yüksək olan tərbiyəçilərdə nəyin yanlış, nəyin doğru olduğunu çox gözəl biləcək. Gedəcək, açacaq rəsmi mənbəni, görəcək ki, bu belədir, ifso. Bildiyini. Yəni buna ehtiyac var idi. İkili tərəflər, hərənin bir cür istədiyi kimi izahlar verməsə aradan qalxır. Rəsmi metakognitiv sualı şükürlər olsun ki, burada görüb gedib birdən-birə sualı qəbulda gördüyünə, burada öyrədirəm. Gör, orada da get düz yaz da. Lazım idi sənə onu gedib qəbulda görüb rəqabət get 60 sualın 60-ını da yaz. Fürsətin var. Yəni müəllimlərdə bu yoxdur. Müəllimlərin çərçivəsini görüb özünüzə o qədər dəyər verirsiniz ki, bizim nə qəşəng çərçivəmiz yəni yenilənir. Onlar üçün bunlar yoxdur. Şahanə müəllimə, çox sağ olun. Siz çox sağ olun ki, bunları bizə belə açıqlamaları ilə